Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Sosial təminat sistemində aparılan islahatların mühüm bir istiqaməti bu sistemin xüsusilə pensiya təminatı sisteminin təkmil və həssas qruplara münasibətdə daha humanist yanaşmalar üzərində qurulması, eyni zamanda bu sahədə proaktiv xidmətlərin dairəsinin genişləndirilməsidir. Xəbərə Doğru'nun məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev, pensiya, müavinət və təqaüd məsələləri ilə bağlı işçi qrupunun video konferans formatında keçirilən iclasında bildirib. Nazir qeyd edib ki, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının təzahürü olaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atılır. Sosial ödənişlərin məbləği mütəmadi artırılır, deyə sözlərinə əlavə edib.